Əsmər Muradova, Green Diamond kariyerdəyəm. 4 rəqəmli qazanç götürürəm. 6 ildir hardasa network şəbəkədəyəm və bundan başqa mənim əlavə də işim var. 2013-cü ildə əl işlərlə məşğulam. Online həqiqətdən keçmişəm. Baxmayaraq ki, başqa şirkətdə uğura çatmışam. Orada uğur qazanmışdım, qazanç götürürdüm. Amma bura gələndə mən 6 ay işləmirdim. 6 ay mən sadəcə oturdum, qruplara girmədim, dedim məni qruplara salmayın, bəzən sizin də komandanıza elə xanımlar gəlir. Mən onlardan biriyəm. Məni qruplara salmayın, mən heç nə görmək istəmirəm, sadəcə qeydiyyatdayım, alış-veriş eləyəcəm. Və ancaq alış-veriş eləyirdim. 6 ay sonra təsəvvür edin ki, ayılmışam. Ayılında da baxdım ki, başqa şirkətdən gələnlər artıq Green Diamond olub. Bu mənə o qədər belə, mən gecəni yata bilməmişəm ona görə ki, mən niyə oturdum, özümü çox qınadım. Ona görə də burada səslənirəm elə xanımlara ki, hansı ki sadəcə oturur, heç nə eləmir, nəyəsə bir möcüzə gözləyir. Xanımlar, siz başlamazsınız, siz özünüz başlamazsınız. İnanın ki, heç bir şey də olmayacaq, bir möcüzə gözləməyin. 6 ay yatan da mənəm, 1 ay yarıma rütbəmi açan da mənəm, Turqazı. Yəni bunu necə eləmişəm, həmin insanım. Sadəcə düşüncəmi dəyişmişəm. Nətər deyim, daha belə deyim də, pozitiv başladım baxmağa hər şeyə. Yəni düşündüm ki, mən əvvəl düşünürdüm ki, Homelife başqa şirkətlər kimidir. O məni çox üzmüşdü əslində. Əslində, bəlkə də maraqlansaydım dərin-dərin işləyərdim, nəsə. Sonradan ayıldım, amma işlədim, çox şükür ki, Green Diamond-a qədər gəldim. Hardasa belədir, 2018-ci ildən başlamışam bu işə. İlk öncə başqa şirkətdə başladım. Təbii ki, orada da uğurum olub, orada da qazanmışam, amma bir müddətdən sonra baxdım ki, ora mənlik deyil, ayrıldım və bir neçə yerdə özümü sınadım, başqa işlərdə, yəni networkdən kənarda. Tip başçısına getdim, kursuna getdim, alınmadı, gördüm mənlik deyil. Sonra marketdə işləməyə getdim, gördüm mənlik deyil. Həmin hərəfədə artıq burada qeydiyyatdan keçmişdim, amma mənə təcrübə pul lazım idi, inanmırdım. Halbuki ilk dəfə qazanmışdım. Çünki düşünürdüm ki, şirkətlərin hamısı eynidir, yenə eyni problemləri yaşayacağım. Ona görə istəmirdim bir sözlə. Məni təxminən liderimiz dəvət eləmişdi, amma əksər liderim məni oyandırdı bir sözlə. Hər dəfə mənə deyirdi ki, ora sənlik deyil, sən başqa şirkətdə qazanırsan. Yaxşı uğurun olubdur, burada daha yaxşı qazana bilərsən. Deyirdim, mənim vaxtım yoxdur, çatdıra bilmirəm. Amma baxdım ki, yox, mənlik deyil ora və ayrıldım, gəldim, ay yarıma demək olar ki, mən rütbəmi açdım, Turqaz rütbəsin, o sevinci, yəni dəhşət bir şeydi mənim üçün. Çünki səhərdən axşama kimi ayaq üstə qalmaq, müdür sözü eşitmək, nə dedin onu eləməlisən, gələn bəzən görürsünüz ki, müştərilər olur, onların nə bilim, görürsün, nəyəsə bir problem yaşadılar, məni sıxmışdı. Ona görə də çox şükür Allaha ki, ay yarıma rütbəmi açdım. Başladım aktiv şəkildə özüm qazandığımı, necə qazanmışam komandama öyrətməyə, lider yetişdirməyə və çox şükür Allaha komandamdakı liderlərin sayı artdı. Daimi rütbəsinə kimi gəlib çatmışam. İnşallah ki, hədəflərimiz böyükdür və hər birinizə arzu edirəm ki, böyük rütbələrə qalxasınız inşallah. Bu gözəl sizin liderləriniz var, gözəl üst sponsorlarınız var, belə gözəl üst sponsorlarla, belə gözəl marafonlarla. Mən əslində indi dinləmişəm, Əsmər xanımı, Günay xanımı dinləmişəm. Çox maraqlı tapşırıqlar verirsiniz və bunu davamiyyətini izləyirsiniz, çox qəşəng bir şeydir və sizə uğurlar arzu edirəm və əminəm ki, bundan sonra daha da yüksəklərə qalxacaqsınız. İnşallah. Çox adam olacaq. Arzularını səbətə atmaq. Alış-veriş kimi yox, arzulara həyata keçirdən bir vasitə kimi düşünməlisiniz. Məsəl üçün, bir çox xanımlar deyə bilər ki, mənim imkanım yoxdur. Halbuki mən X firmada, 2 firma deyil mən gəldim, şirkət deyil. Orada mən 70-180 manatlıq alış-veriş edirdim. Bir evdar xanım, mənə pul verilmirdi ki, get bunu elə. Amma mənim arzum var idi ki, ev alım. Və yaxud da ki, maşın alıb, bu məni tetikləyirdi. Başlayırdım məsəl üçün ki, birinə bir dənə şampun təklif eləməyə, birinə bir sabun təklif eləməyə, kiməsə nəyəsə təklif eləməyə. Niyə? Çünki mənim məqsədim var idi burada. Ona görə də heç zaman düşünməyin ki, bu sizin o səbətə əlavə elədiyiniz məhsuldur. Ay gözünüzdə bunu böyütməli deyilsiniz. Düşünməlisiniz ki, bu sizin həyata keçirəcəyiniz bir vasitədir, bir yoldur ki, orada keçəcəksiniz. O məhsulları almalısınız, arzularınızı reallaşdırmaq üçün. İndi mən adları burada çəkəcəm. Yəni özünüz seçəcəksiniz, bura qoyulubdur, hədiyyəni özünüz seçəcəksiniz. Məndə ki, o bəhv var, nəsələn çıxacaqsam nə mən? Türkan kundama soyadı yazmayıbdır. Gəl. Yeni gələn, yeni gələn. Kənarda namus hədiyyəmiz, öyrəşdirəm.
Türkan. Mən də Səbinə. Deməli qızlar, yeni şərhə gedəndə girər kimi zala dedim ki, bax çəkilişə yazırdıq. Dedim mən çıxacağam, mən qalib olacağım. Həqiqətən də mən çıxdım. Burada da gəldim ki, Günel, mənim adımı soyadım yazmamışsınız. İsmailova'dan Xırdalanında yaşayıram deyə gedir. Mən çıxacağam, mən Gülal soyadım İsmailova'dan. Yadımda saxlamaq. Ya insan həqiqətən də hər şey. Qoy açıqlayım, heç nə olmaz. İnsan həqiqətən də beynində fokuslayanda ora nə? Görək boşan. Leyla Əliyeva. Baxın canlar, inanırsınız, ilk əvvəl istəmədim. Dedim, qoy burada yeni iştirak edən və aramıza yeni qatılan xanımlar qazansın. Orada oturandan sonra dedim ki, məncə mən qazanacağım, qoy adımı yazım ora. Deməli, bugün rayondan gəlmişəm, gözəl bir Göyçayda görüşüm var idi, amma çatdırdım özümü, çünki təlimləri sevirəm, sizinlə olmaqdan çox qürur duyuram. Nə yaxşı ki varsınız, nə yaxşı ki online var. Çox sağ olun. aça bilərsiniz. Aha. Hər bir xanımın maşını var və buna görə də maşını Ne güzel. Ay Bax da biz də baxaq. Bu gün Nura deyirəm ki, Nura, bax maşında heç bir aksesuar yoxdur. Baxın, çox gözəldir. Çox qəşəng. Teşekkür ederim. Süper. Maşın var. Görsen bığımız yok, sakalımız yoktu diye. Bakayım. Süper. Bu arada sən necə etməmişəm? Çünki mənə çox yardımcı olmusan və səni seçə bilməzdim də. Heç nə seçə bilməzdim. Həqiqətən. Xeyir olsun. Ən gözəl hədiyyələrdəndir. Xeyir. Koy böyle şey. Maşallah. Əyləşin qoy görsünlər. Ya aslında da çəkir. Özəl işdir. Hamısı özəl. Belə çək. Belə çəkirsən. Belə. Ay çok sağ olun. Allah mənə neçə vaxtı deyir ki, mənə biraz vaxt ver. İnanın ki, böyük yemək var. Çok sevindim. İnce şəkil çəkəlim. Belə görsənəcək hamınca düşüncəli görünməli. Asyanın mənə. Deməli xanımlar, bunların qəlbləri yox idi. Bunları mən özüm düşünmüşəm ki, bunu necə bu formaya sala bilərəm. Günlərim getdi, yəni qurumağına, yəni bu formaya salmağa. Şükür qalamışam, gips üzərindən eləmişəm də hər şeyi. Daha yəni birləşdirmişəm. Bir dənə görəsiniz bunu mən necə eləmişəm, bir Allah bilir. Bir ay çəkdi də, amma qurtardım bunu. Tez oldu mu Nurhane? Terrettim o ya mesela anneciğim. Ulan! Bak!
Vurun. Kulak. Sil. Vurun. Kulak. Baş. Vurun. Sil. Baş. Kulak. Sakat. Maşının açarı geldi. Bizim gibi paşa bela, yaşa bizim gibi paşa paşa. Yaşlarındaki size kalır, yine üçüncü geri. Giderim, sesi düşməlidir.